Ay Yasin gel hayır. Gel. Gel. O da ne öyle şimdi? Ha. Yok senin var ona şükür. Hayır iç. Hər şey nağıllardakı kimi olmur. Bu cütlük də bir çox sınaqlardan keçiblər. Bir-birindən küsən vaxtları da olub, inciyən vaxtları da və ailə içində ailə olublar. El ilə sığar, ev evə sığmaz desələr də, onlar bu mərhələni də adlayıblar və illər sonra müsahibim fikirləşir ki, bəlkə də onlar bu sınaqları adlaya bilməzdilər, evdə böyük olmasaydı. Sözü ötkəm, ev ailə qayda qanunlarını bilən və lazımi səviyyədə tənzimləməyi bacaran qaynana ona həm də elə evdarlıq, analıq, qaynanalıq dərsi keçib. İndiki gəlinlər istəyirlər ki, ayrı yaşasınlar. Hətta şərtlər qoyurlar ki, ailə quranda ki, mən qaynanamla bir yerdə yaşamayacağam, başqa evdə yaşayacağam, sərbəstlik istəyirlər. Amma bizim ailədə anam nənəmin yanında. Hətta nənəm iki gəlini bir yerdə yaşayıb görüb də, bir yerdə baxıb, bir ailədə toplum şəklində olublar. Hətta neçə illər əmimgil bizlə bir dam altında yaşayıblar. İndiyə qədər də əmim uşaqlarım, 5 dənə uşağı var mənim əmimin, Fikrət əmimin. Onların 5-i də mənim anama mama deyir, papama papa deyir. Özlərinkinə əmi, gəlin bacı. Amma anam heç vaxtı nənəmin üzünə söz qaytarmayıb. Heç vaxtı. Nənəm biraz danışan idi. Nənəm o qədər təmizliyin də bir dərəcəsi olar da. O həyətdə çəkil ağacları dedik də, tut ağacları, böyük-böyük tut ağacları vardı. Onlar töküləndə həyət istər-istəməz yarpaqla dolur. Onu nənəm səhər-səhər tezdəndən durur, hamını oyadırdı. Tez saat altdan durun, həyətlər tərtəmiz olmalıdır. Amma mama deyib çağırmışıq. Anam heç nə deməzdi. Biri bulaq başına qaçardı qızlardan, birimiz həyət süpürürdü, biri səhər yeməyinə məşğul idi. Gün ortaya qədər hər yer tərtəmiz olmalı idi. Uşaq ağlayarsa, uşağın nə həddi var ağlasın, nənəm anama acıqlanırdı ki, get uşağın səsi gəlməsin, sən uşağı qoyma ağlasın. Yəni, amma anam yenə də qayıdıb nənəmin üzünə bir kəlmə söz deməyibdi. Əsas da evin kişisindən çox şey asılıdır ki, atam heç vaxt nə anamı nənəmin ayağına verib, nə də nənəmi anamın ayağına verməyib. Belə loru dillə desək. Həmişə ikisinin də hörmətini saxlayıb. Elə əziyyətlərim olubdu, kasıb da olmuşuq. Bəlkə də onu mən həmişə də yadıma düşəndə deyib, daha indi bu açıq söhbətdir də. Səhər tezdən dururdum, o qədər tütün yığırdıq buradan ora. Bir gün durdum, gördüm ki, dükana həmişə qaynanam gedirdi. İşdə mən də cavan gəlmirdim, mən dükana da necəyirəm ki, bizdə elə olmayıb da vaxtlarda. Ki, gəlin dükana getsin. Qaynanam gedirdi, alverimizi öyləyirdi, rəhmətlik. Amma kür adam idi, çox kürüdür. O kür olmasa məndən də yaxşı arvad çıxmazdı. Elə deyirmi? Hər o məni buraxma eləsiydi, mən daxmaq olardım da, elə deyir. Gedərdim, yolda durardım, bundan danışardım. Hiylə yox da, gəlinlərlə, biqət olardı. Deyirdi, qapıdan çıxma vəssalam. Elə lazımdır. Mənim gəlim deyilər yanımda var. Çıxmır heç ara. Getmir. Özümüzün, öz həyatımızda, öz işimizlə. Ailəmizdə məhəbbət var elə. Sözünüz yarımçıq qaldı, xalar. Tezdən durdunuz, gördünüz, tütünü yığmışsınız. Ha, tütünü yığmışam. Qəndimiz yoxdur. Ha. İndi nə qədər sinəvarı qaynadıb qoymuşam bana. Mən sinəvarın pastayanı qaynayım. Şu an ilk başında boğulanır, içməyə şey yoxdur. Bir dənə qənfit tapdım. Onu belə xırda-xırda 10 yerə böldüm. Dedim dilinizin atda qoyun. Onu nə qədər istəyirsiniz için qutarana qədər. İndi nənən yuxudan durub deyib qənd alışırdı. Nənəmə elə qulluq eləyirdi ki, qaynanasına. İnanın, 10 il yataqda anaya, qaynanaya belə qulluq eləmək. Hələ nənəm sağlıq dövründən o qədər kürü idi ki, gəlinlərinə qarşı. Yəni, bir baş qadın idi, belə zəhmətkeş, amma dinli, dişli, işgüzar. Bunları da məcbur eləyirdi ki, mən səhər 6-da durub görməliyəm, inək sağlıq, məhlə süpürlənib, təmizlənib, hər şey yerində, yolunda olmalıdır. Bir dənə qab-qaşaq orada qalmağa qoymazdı. Evlər vaxtaşırı başdan ayağa tökülüb təmizlənməli idi. Anam orada gəlin alala, birinci gəlin, 2 dənə gəlin gəlib o evə. Anam onlara elə bir ki, nənəmin öyüd nəsiyyəti ilə, nənəmdən görüb götürdüyü üçün böyüklük eləyib. Onları da bir gəlin kimi o evdə yetişdiribdi.
Yəni təzə gəlin bilmir axı evin qaydalarını. O qədər nənəmdən şeylər öyrənib ki, yəni evdə xanım olmağı, doğru dillə desək, arvad olmağı nənəmdən öyrənib. O öləndə də elə ağlayırdım, amma da neçə illər onun həsrətinə dözənmirdi. Öz doğma anası dünyasını dəyişəndə bəlkə anam o qədər də elə əzab çəkmədi, amma qaynanasının ölümü anamı çox üzürdü. Bu ailədə 10 övlad böyüyüb. İllərlə 10 övladın qayğısı ilə yaşayan bu cütlüyün heç vədə artıq sözə, söhbətə, bəzənsə hətta münasibətlərini belə çözməyə vaxtları olmayıb. Onu da deyim ki, əvvəllər Azərbaycan ailələrində çoxuşaqlılıq mövcud idi. Zaman keçdikcə, tələblər artdıqca, övladların sayı azalmağa, cütlüklərin isə problemləri çoxalmağa başladı. Tərbiyə verməyin yolları var. Bir var acıqlı verəsən, bir də var şirin dillə verəsən. Acıqlı verərsən, uşaq yolundan çıxar. Deyər ki, atam deyəni mən eşitmirəm. Kim nə deyirsə eşitmirəm. Amma yox, bizdə yoxdur. Biz nə deyirik, mən nə desəm, o yoldan da bunlar gedir, balalarım. Bu özü yox, bunların xeyrinədir. Mən bir ana kimi həmişə özümü xoşbəxt hesab edirəm ki, uşaqlarım mənim işini deyəndə, özümə qaydan deyir, anam üstün deyəndə baş tutayım ama. Allah hamd olsun. Bir-birindən seçməmişəm onları. Hər kəs öz işini tanıyırdı. Ailəmizdə hörmət, mühəbbət olmuşdur. Mən heç vaxt öz ailəmdən narazılığım yoxdur. Allah hamd olsun. Verdiyinə çox-çox şükürlər olsun. Böyüyənə qədər biz atam evə telefon çəkdirməyə qoymadı. Hamının evində telefon var idi. Deyirdi ki, mən 6 dənə qız böyüdürəm. Bura birdən kiminsə oğlanları tez-tez zəng eləyər, uşaqlarım, qızlarım, nəsə başqa cür olar, biz artıq söz sağ çıxaratlarını. Qoyur, hələ ki olmasın, böyüyüb dərk eləyəndən sonra. Biz böyüyüb da hamımız bir Bakıya zada gələndən sonra bizim evə telefon çəkilir. Yəni ailədə bir-birimizə əl tutmaq, bir-birimizə yaxşılıq eləmək və onun qarşılığını ummamaq. Yəni adam var ki, pulu verər, deyər ki, qardaş da olsa, deyər ki, sabah pulumu qaytar, təmənna gözləyər və yaxud da deyər ki, minnət qoyar ki, mən bunu sənə elədim. Amma bizim ailədə qətiyyən belə şeylər təkrar olunmaz heç vaxt. O da biz nədən görmüşük? Mənim atam, biz kənddə yaşayırdıq, əmim şəhərdə. Hər zaman gələrdi, kömək istəyərdi. Qardaş da, kiçik qardaşdır, böyük qardaş da. Məsələn, bu iş belə olmalı, bu iş belə. Və atam ona kömək eləyəndə və yaxud da ki, o atama kömək eləyəndə bir-birindən təmənna ummayıblar, bir-birindən qarşılıq gözləməyiblər ki, sanki bu belə olmalıdır, qan qardaşıq, bir ailədənik və bizə də elə öyrədiblər. Belə bir söz deyərdim ki, hər işdə tələsməsinlər. Elə mən filan kəsi sevirəm, atana yaddan çıxsın. Atananı yaddan çıxartmalı, ata-ananı nəzərə almalıdır bu. Sonra o getdiyi yeri bilməlidir ki, mən kimə gedirəm, yaşaya biləcəm, yaşayamayacam, dolanacam, dolanamayacam. Vəziyyətim ağır olar, görəsən, yüngül olar. Bu şeyləri hamısını ata vəsiyyət kimi evlatlara verməlidir. Yoxsa sən tələsir, atanı eşitmə, ananı eşitmə, get, sonra bax, eşitirsən ki, filan kəs nə hərəkətdədir. Baxın, mən dediyim bu idi ki, bala, niyə eləyirsən? Eləmə də, getmə demədim sana. Amma gərək baxasan, yaxşı baxasan uşağa. Mənim ailəmdə olmuyor da bu şey, hamısını ağırsın alım. Nə qədər ki, atam, anam sağdır, onlardan həmişə məsləhət alırıq, həmişə deyirik ki, nə yaxşı ki varlar da. Axı evlad neçə yaşda olursa olsun, ata-ana üçün körpədir. Yəni hər bir çətin anımızda da o saat, amma onlar olmayanda mən düşünürəm ki, görəsən kimə sığınacaq. Ona görə də sağlığında ata-ana qədrini bilmək lazımdır. Ata canım ata, qurbanam ağ saçına, əlinin qabarına, qurbanam ata. Ata canım ata, qurbanam yaşına, alnının qırışına, qurbanam ata. Atalar deyib ki, biri od olanda, biri su ola. Elə onlar da belə yaşayıblar.
sakit, təmkinli, qarşısındakı yola verməyə çalışan, hardaysa mehribançılıq naminə düz sözünü deməkdən belə çəkinən xanım və ötkəm, həmişə özünü haqlı bilən, yaş üstünə yaş gəldikcə isə ərkönləşən Zakir dayı. Və bütün bu ərkönlüyün isə bir ünvanı var. Təbii ki, yaşa dolduğunca biz də onu hiss eləyirik ki, xasiyyət, xarakter biraz dəyişilməyə başlayır. Bugünə qədər deyim ki, atam anamla demək olar nəfəs alır. Hal-hazırda isə atam yaşı ilə bağlıdırmı, bilmirəm nə ilə bağlıdır. Bir dəqiqə anam gözündən qoya bilmir. Hətta bura bizə gələndə 5 dəqiqə anam bir addımda da Gülyazgili adlayıb keçsə, dalınca ora keçir. Yəni kətdə də hal-hazırda anam çox yerə gedə bilmir. Nə əmimgilə, nə qonşuya, nə xalamgilə, hamısı ətrafımızda. O saat bilir ki, atam dalınca gələcək, axtaracaq. Bir dəqiqə onsuz qala bilmir və bu yaşda onda bir qısqanclıq var anama qarşı. Amma biz gənc yaşlarımızda bunları hiss eləməmişik. Mənim atam nə zamansa anamı qısqansın, kiməsə, nəyəsə. Anam da heç vaxt onu qısqanmayıbdı. Yarı yaraşıqlı, boylu, buxunlu kişi olsa belə, məclislər adamı olsa belə, musiqiçi olsa, heç vaxt yola salanda əkinə giyindirib, elə gözəl bəy kimi yola salıb ki, heç vaxt qısqandığını görməmişəm. Anam da onun elə nazını çəkir ki, tam biraz elə bir yaşı ilə bağlı, biraz kürləşib. Amma o anama qarşı da hamısı elə bir, hər şey anamdan olur. Anamdan istəyir, elə bir qorxur anamsızlıqdan. Bir dəqiqə olmasa, həmişə deyir ki, bizə gələndə də deyir, mən deyir, anamdan deyir, heç olmasa deyir, biraz öncə ölüm deyir. Mən deyir, onsuz qala bilmərəm. Aşkım gül seyrine. Sanki illərlə oğul uşaqdan başa çıxmayan bu ailə indi gənclik sevdasını yaşayırlar. Bir an belə Zakir dayı ömürgün yoldaşını gözündən kənara qoymur və bugün oğul uşağın təbəssümlə qarşılaşdığı qısqanclığı üzündən bəzən günlərlə küsüldə qalır. Hələ də o sevgimiz durur. Nə olsun ki, indi o yaşlaşıbdır, dalaşır, hərdən bir görürsən ki, mən onu başa düşürəm, mən qısqanmır ki. O deyir ki, indi mənə nəsə olar bir dən. Görürsən də bir dən əsəb adamdır da, nə də əsəb olur. Mən də deyirəm, o işləməkdən oldu da. O qədər mismar vurubdu, o qədər evlər tikibdi, aynəbətlər düzəldibdi. Onun başında əsəb var deyə mən də əsəbləşməliyəm mi? Elə mən də Allah sən mal səvir ver deyə dolarıq. İndi o qapı məsələsi də uşaqlar qoyubdu qapıda açar, mən qoymamışam ki. Sonra mən qazmaya getmişəm. Çoçarın yoldadır, bizim köy heç mən görməmişəm. O tərəfə baxmamışam heç. İndi kişi çövürülüb bunlarla gücün əməliyyat etmişik. Belə də. Amma birazdan sonra deyirəm, sən maniyə eləyirsən. Deyir, nəhmi özümdən asılı deyir ki. Mən deyir, sən deyir, mənim gözümdən bir qırğan duranda mən dayana bilmirəm. Seni, gözlerim gezir seni. Sevgi haqqında çox deyilib, çox yazılıb. Dünyanın ən dahi adamları bu hissdən ilham alıblar. Nə vaxtsa görkəmli türk şairi Nazim Hikmət ilk ekran işini çəkməyə hazırlaşan və sonralar çox məşhur olacaq Əjdər İbrahimovun təlaşını görüb ondan soruşur. Sən sevirsənmi? Əjdər İbrahimov da cavab verir ki, bəli, ailəliyəm, 2 övladım var. Nazim Hikmət onda deyir ki, narahat olma, film əla alınacaq. Həyatımız da sanki bir filmdir. Bu filmin əla alınması üçün yetər ki, sevəsiniz. Bugün 83 yaşlı babanın 70 yaşlı nənəni qısqanması sevgi haqqında ən gözəl əsərdir deyərdi. Bu mükəmməl əsəri necə yaradıblar? Sirri nədədir? Necə olub ki, illər bu hissləri onlara unutturmayıb? O olmaz ki, orada söz-söhbət olmasın, bağışlamaq lazımdır. Bu şeyi mən səhv eləmişəm. Mən ona demişəm, o mənə deyibdir. Burada gərək hər tərəfi gözləyəsən. Elə bir sərhəd qoyasan ki, barışıq ora gəlib doğrulsun. Çirtmə deyirlər, vurmaq. Hələ eləməmişəm. Çünki arvadı döyməzlər. Allah tərəfindən yaranan gözəl bəndədir. Qadınlar göydə Allahdır, yerdə qadınlardır. İstəyirəm ki, biraz da Allah təala ömür versin ona da. Məsləhət özündür. Balalarının barından yesin. Mən yoldaşıma bir qısaca söz deyərdim ki, Allah bizi ayırmasın bir-birimizdən. Biz mehriban edək
Bir ömrü qoşa qarıyıb, oğul uşaq böyüdüb, bir gülüb, bir ağlayıb. Sonda isə mən səni sevirəm deyib qızıl toyunuzu çaldırmaq istəyirsinizsə, bu cütlük kimi nə iş gücdən başınız açılsın, nə də hər deyilən sözə bənd olun. Xoşbəxt ailənin qızıl düsturu yəqin ki bax budur.